İmişlinin qaralar şəhərinə aparat getmişik. 3 kilovat, 3 naborot, 4 təkər, 26 bıçaqlı. Külək yəni əks bir yandan bir yana vurur. Burası o aynağısını qoymalıq. Məcburdur, indi qoyduq. Video çəkməyə görə başqa variant yoxdur da. Neyniyək? Hayına gedirəm, külək fırranın üstündə. At. İmişlinin qaralar şəhərində 3 kilovat, 3 naborot, 4 təkər, 26 bıçaqlı, mis sarğı, 2 zamaniyyat, çatdırma qoşma pulsuz, nol fazadı, arpa buğda çəkirdik. Bayaq çəkilişdə saxladım. İndi qiymətdə 800 manat. Üstəndə toz yox, torpaq yox. Bu da onun doğradığı. Çıxdıq, ağzından çıxdıq. Küləkdir, torpaq deyə raxımdan çəkə bilmirəm. Əks sağa sola vurur külək. Mesela maşallah, amma qaqa nətər işləyir. Canavar kimi əladır. Bir də bu birisi gətirdiyin əvvəlki 4 motordandır. Bu baxarsan 3 kilovat Peter motor, Rus motordur bu. Onunsa baxarsan, o birisi motoru 2860 aborotdur. Bu qanunu 3000'dir. Yəni 140 aborotda çoxdur bunun ondan. Buradan inşallah çıxıram gedirəm. Maşınımızı orada saxlamışam. Çəkiş göstərmirəm, göstərəcəm. İnşallah çıxıb gedirəm Sabravada. Allahın köməkliyi ilə. O da 3 kilovatdır. Hara gedirəm torpaq olur. Yəni çörək qazanıramca batmalıyam. Başqa variantım yoxdur. Yəni zəhmət keçəmcə batmalıdır. Ay kim deyirsə o toz olur, torpaq olur. Qardaş çörək qazanmaq üçün, əziyyət çəkmək üçün batmalısan. O gün ad deməyəcəm, Qəbələyə getmişdim. Klient işlətdi, çəkdi, sonra oturub çayçanda dediler usta. Qəşəyində amma bir şey xoşuma gəlmədi, toz eləyir. Toz mən öldürəcək dedim axsaqqal. Bunun çəkilən şey toz olmalı. Dayanın. Toz mən cimə yığıb aparası deyiləm ki yəni. Sonra dedi yox bəyənmədim, nə bir şeydir, istəmirəm. Sonra dedi yox zarafat edirəm, tozlu. Təbii ki buradan üstten toz yox. Gördüyünüz kimi toz buradan çıxır, o da oradan doğruya toz buradan çıxmalıdır. Yəni başqa yerə getməlidir ki. Oradan qaytaracaq. Dayımız otu çəkir, meşağa vurdu. Meşağa doğrayır. Prosta meşaq doğrandan sonra məcbur aparat çölə qaytarmalıdır. Yəni hər çəkilişdə eləyirəm, açıqda vururduq. İndi dayı meşağa vurur. Bax yəni meşağa çəkir əslində. Yəni çox klientə deyir meşağa çəkmir. Çəkir. Bax qardaş, meşaq dolandan sonra yəni çıxmağa yer olmur, məcbur buradan qaytarmalıdır. O təbii məsələdir. Amma mənim fikrim ən əslində elə açıq vurmağı məsləhətdir. Çünki meşaqda dolur, bilmirsən, boğulma zat verir. Sən hələ görsən üstdən qaytarmır, ancaq meşağa vurur. Meşaq dolandan sonra təbii ki üstə qaytarmalıdır. Sən bir pilesi 3 dənə 4 dənə meşaq eləyir, dəyiş, çök elə vaxt eləyir. Amma əmənlik olsa açıq doğrasaz məsləhətdir. Yəni açıq vaxt uzatmır da yəni. Motor da super də işləyir, maşallah dartınmır, boğulmur. Çünki daha gelin toklar da yaxşıdır. Aluminium xətdən çəkirlər, super toklar var. Samanımızda samanımız tutar inşallah. Açıq vururduq, indi meşağa çəkdik. Bax, mən çox klientə deyirəm, meşağa vurma, vurur. Oysa öz işimə görə deyirəm ki, yəni meşaq sizin vaxtınızı alacaq da. Yəni vaxtınızı almamaq üçün açıq vurmanız məsləhətdir. Tartınmır, boğulmur, maşallah superdir. Üstdən tozu yox, torpağı yox. Sadəcə bu torpaq, bax, buradan istər. Su. Nol fazadır, 3 kilovat, 3 naborot, 26 bıçaqlı. Çatdırma qoşma pulsuz, 2 zamanət, qiymətdə 800 manat. Çö. Atmağınla da çıxmağı eynidir. Bir dənə dayansın, baxaq inşallah. Görən nətər çəkir. Sən da boşalt biraz yerə baxaq. Görək nətər çəkir. Biraz yerə değil. Daha. Normaldır, iri deyil. Bundan da balaca nə istəyirsən də, bundan balaca çox torpaq olar. Samandır. Bundan da çox balaca torpaq olar, malın nəfəsini tutar, ehtiyac yoxdur. Xeyirli olsun dayı. Qaqa, xeyirli olsun. Xeyirli işlədim.